Hamıya salamlar. Gəldiyiniz üçün təşəkkür edirik hamınıza. Bugünkü sertifikat təqdim etmə əslində digərlərindən biraz daha fərqlidir. Çünki daha səmimi ortamdayıq bu günləri. Adətən BMG-də keçiririk, auditoriyada olur, amma bu günləri gördüyünüz kimi Be My Guest məkanındayıq. Mehriban xanıma da təşəkkür edirik təşkilati dəstəyi bizə göstərdiyi üçün. Daha rahatlıq, daha səmimi, ona görə əslində çox belə uzun-uzadı danışmayacağım. Uzun bir yolçuluq onsuz da gəlmişsiniz. 3 ay yarım kimi bir müddət oldu. Düşünürəm ki, çox fərqli emosiyalar yaşadınız, çox bir şeylər öyrəndiniz. Özünüz haqqında da düşünürəm ki, çox şeyləri kəşf elədiniz əslində. Gözəl, maraqlı və həyəcan verici bir yol oldu, həm sizin üçün, həm bizim üçün. Və sizi çox yormaq istəmirəm, çünki sözü təqdim eləmək istəyirəm BMG International şirkətinin direktoru Aygül xanım Məmmədovayam. Aygül xanım da öz düşüncələrini bölüşsün bizimlə, sonra keçək sertifikat təqdim etməyə. Mən də hər birinizi salamlayıram, sizləri təbrik edirəm. Qısa bir müddətdə müvəffəqiyyətlər əldə etdiniz və bu günlərdə sertifikatlarınız təqdim olunacaq. İnşallah bundan sonraki işlərimizdə də müvəffəqiyyətlər arzulayıram. Hər zaman HM ailəsi olaraq, hazır mühasib platforması olaraq sizi BMG International'da bilin ki bir eviniz var. Ona görə hamınızı yenidən təbrik edirəm. Uğurlarınız bol olsun. Hər zaman səsiniz ucalardan gəlsin. Təşəkkür edirəm Orxan bəy. Nəhayət. Salam, xoş gördük sizləri. Uzun müddətli görüşmürük. Deməli, ardıcıllıqla gedək. Bəzi yeni məlumatları sizinlə paylaşım. Sonra birbaşa keçək sertifikat təqdim etməyə. Şəkil çəkmələr, nə bilim, qeyd etmələr və s. və vaxt. Yeniliklərimiz nədən ibarətdir? Təbrik edə bilərsiniz bizi. Əslində, hazır mühasib platforması təsis edildiyimiz müddətdə dediyim kimi mühasibatlıq adı ilə maliyyə sahəsi üzrə biznesin idarə etməsi müstəvisində təşkil olunan bir gedişatdır. MBA in Finance kimi nəzərdən keçirilir xarici partnerlarımız, tərəfdarlarımız tərəfindən və ayrıca olaraq fərqli uslubdan istifadə edirik deyə, bir təlimin içində 17 alət istifadə olunur deyə, 17 fərqli alət istifadə olunur deyə, bizim proqramımız artıq Böyük Britaniyada universitetlərin birində attestasiyadan keçib, nümayəndəlik tam olaraq BMG International təqdim olunub və ən böyük üstünlüyümüz ondan ibarətdir ki, hazır mühasib silabusu və proqram gedişatı tam olaraq mənə məxsus olduğu kimi, ayrıca olaraq həmən bizim partner olduğumuz universitetin rəsmi saytında ayrıca olaraq bir qradasiya kimi nəzərdən keçirilmiş olacaq. Yəni, birbaşa sizin keçdiyiniz təlim UK qradasiyasına uyğun olan bir ayrı təlim növü kimi təsdiqlənib. Artıq təlim gedişatı, nəzərdə tutulan və tətbiq olunan alətlər, proses zamanı istifadə olunan fərqli idarə etmə üslubları birbaşa onun təlim gedişatının real həyatda öz təzahürünün ən qısa zamanda göstərilməsi. Siz 19-cu qrupuydunuz, 20-ci qrup artıq davamlı şəkildə gedir. Sizdən sonra bu gedişat daha da geniş, daha da böyük şəkildə inkişaf etmək üzrə davam edəcəyiz konsepsiyasını. Təbrik edirəm hər birinizi. Təlimi bitirənlər əksər şəkildə, əksər tərkiblə communityyə əlavə olunur. Bu yaxınlarda bir paylaşım elədik. HM Community-nin yeni il tədbiri təşkil olunmuşdu və ta birinci hazır mühasib qrupundan sonuncu qrupa qədər iştirak edən üzvlərimiz var idi. Community-nin, icmanın üzvləri və biz bir sorğu keçirdik. Kim hardadır, nə işlə məşğul olur, hardan başlamısan, hara qədər inkişaf etmisən və həqiqətən də
bu 3 il ərzində gördüyümüz hazır müasir platforması ilə əlaqədar gördüyümüz işlər həqiqətən də möhtəşəmdir. Yəni sözün əsl mənasında bir mərhələdən başlayıb hansı zirvələrə çatan iştirakçılarımız var. Hətta işçi olaraq işçi kimi başlayıb sahibkar kimi olanlar var. Öz iş yerində fəaliyyətini genişləndirərək vəzifə artımı əldə edənlər var. Tam olaraq işsiz olub da işlə təmin olanlarımızın sayı var, statistikamızda var. Amma ən böyük üstünlüyümüz ondan ibarətdir ki, biz SFI Global şirkətin Azərbaycanda rəsmi üzvü olaraq yeni il yığıncağı barəsində biz məlumat paylaşdıq və HM Community ayrıca olaraq orada vurğuladılar. Yəni Azərbaycanda BMC International tərəfindən təşkil olunan HM Community-nin ayrıca olaraq yeni il korporativ bir tədbiri keçirildi və dünya artıq HM Community-nin həm SFI Global üzərindən, həm bizim üzv olduğumuz UK-də təsis olunmuş universitetlərin biri üzərindən biz tanınırıq. Ad hələlik çəkməyəcəm, çünki zaten çox təntənəli, geniş miqyaslı bir təqdimatlarımız olacaq. Və HM üzvləri üçün həmən o sertifikasiyaya dair fərqli bir təkliflərimiz olacaq. Çox fərqli bir təkliflər olacaq ki, zaten həmən sertifikat beynəlxalq zaten SFI Global tərəfindən təsdiq olunur, sertifikatımız beynəlxalq hesab olunur, amma birbaşa həmən UK Universitetinin təsdiq etdiyi bir sertifikat olacaq. Birbaşa olan saytında nömrələnmiş sertifikat əldə etmiş olacaqsınız. Yəni, çox rahat şəkildə o LinkedIn profilində və s. paylaşmaq olacaq ki, mən Accomplished Accountant olaraq filan bir qurumunun ayrıcı olaraq sertifikatını əldə etmişəm. Bizim sertifikatımız ayrı, onlardan da ayrı olaraq bir sertifikat təmin etmiş olacaqsınız. Təbii olaraq bunun üçün imtahandan keçmək lazımdır. İmtahan keçmə mərhələsi barəsində kiçik bir haşiyəyə çıxım. Ta başlayandan indiyənə qədər bu proses ardıcıl şəkildə gedir. Okey, biz Azərbaycanlıyıq, biz burada böyümüşük, hamının tanıdığı, bildiyi və s. Amma bizdə HM gedişatı üzrə qlobal yanaşmadır deyə imtahan gedişatında nə bilim 0-1 bal belə güzəşt heç vaxt olunmur. Və imtahan gedişatı ilə əlaqədar bəzən zənglər gəlir, bəzən xahişlər olur, etməyin, heç bir faydası olmayacaq, nə əldə eləmişsinizsə odur. Sizin qrupa şamil olaraq deyirəm ki, əslində nəticələrlə çox razıyam, çünki gələndən və bitirənə qədər göz qabağında bir inkişaf görmüşəm. Mütləq şəkildə deyirəm ki, peşəkar karyeranızı qoyun bir kənara, şəxsi həyatınızda da burada əldə elədiyiniz fərqli alətlər sizə mütləq şəkildə dəstək olmuş olacaq. Çünki biz tam olaraq həm şuur, həm şuur altı ilə işləyirik proses zamanı və şuur altıda yığılan məlumat lazım olan an etibarilə sizə altdan tam olaraq belə bir məlumat kimi sizin necə olacaq, qarşınıza gəlib çıxmış olacaq və lazım olan vaxtı sizin əlinizdən tutmuş olacaq. Bunun dəfələrlə şahidi olmuşuq. Yeni gedişatımız barəsində bu qədər. Təbrik edirəm sizi. Sertifikat təqdim etməsində başlayaq, şəkillərimizi çəkək. Sonra bir networking eləyək, çünki sizlərlə ətraflı belə müzakirə etmək istədiyim bəzi məsələlər var. Nə ilə əlaqədar? Yəni nə qədər fürsətli bir yerdə yığışmışıq da, kim haradadır, harada işləyir, nə iş görür, nəticəsi nə oldu, intervyulara göndərdiyi bəzi bizi sertifikat təqdim edilmədən sonra zaten bu proses bizdə başlayır. Amma dediyim kimi təlim gedişatı əsnasında biz artıq çalışırıq ki, faydalılığımızı göstərmiş olaq. Amma normalda proses ondan ibarətdir ki, sertifikat təqdim olunandan sonra əlavə olunur databaza, ondan sonra təkliflər gəlir, yönləndirilir və s. Bu məsələci olaraq sizlərlə bir müzakirə etmiş olaq. Sertifikat təqdim etmədə kimdən başlayaq? Qızıldan. Bəli, qızıllarımız var əslində, amma bu günləri... Bir dənədir? Yox, 2 dənə də qızılımız. Amma ki, digər xanım günlər iştirak edə bilmir. İlk qızılımız. Məmmədiyyə Məmmədov. Məmmədiyyə bəy, gözlənilən idi. Təbrik edirəm sizi. Xatirə şəkli çəkək. Təbrik edirik sizi bir daha. Bəylər və xanımlar, HM gedişatında çalışanlar qızıl üçün çalışsın. Tamam.
Qızıl üçün çalışsın. Niyə? Çünki dediyim kimi qızıl sertifikat bir müddət keçəndən sonra bütün danışdığım gedişatların hamısını qoyun bir kənara. Bu sahədə öz sözünü deyəcək. Yəni Məmmədiyyə bəy qızıl sertifikatı nəyə görə layiq görüldü? Öz nəticəsinin, öz çalışmasının nəticəsi olaraq. Və bir müddət keçəndən sonra məni qoyun kənara, izləyin Məmmədiyyə bəyin peşəkar fəaliyyəti. Tamam? Bir daha təbriklər. Teşekkürler, çok sağ olun. Minnətdaram. Keçək gümüşlərə. İkinci qızıl kimdəydi? İkinci qızıl Nigar xanımdadır səhv eləmirəmsə. Fərid bəy. Fərid bəy Əhsən. Xeyir iş səbəbindən bizimlə deyil əslində. Ailə quru. Toydur. Şu ailə qurur səhv eləmirəmsə nəsə belə bir şeydir. Tamam. Keçək Tamam. gümüşlərə Cavid bəy Əhmədov. Salam, salam özün. Cavid bəy, təbrik edirəm. Çox Gözəl nəticədir, gözəl nailiyyətdir. Siz hal-hazırda səhv eləmirəmsə baş mühasib olaraq çalışırsınız. xeyir, mühasib olaraq Mühasib olaraq. Amma yəni baş mühasib keçməyə belə bir maneə qalmadı mən belə başa düşdüm. Çünki mühasibatlıqda bilmədiyimiz bir mövzu qalmadı. Bəli, çox Düz. faydalandıq sizdən. Canınız sağ olun. Təşəkkür edirəm mənim əzizim. Sağ olun. Var olasın. Sağ olun. Növbəti gümüş Nigar xanım Məmmədli. Nigar xanım, təbrik edirəm sizi. Nigar xanım təlimə qatılmamışdan öncə Nigar xanımla kiçik bir diskusiyamız olmuşdu nə barədə. Bəs mən FA almışam vaxtı ikən uzun müddətli çalışmıram. Sizin təlimə qatıldığım təqdirdə nə əldə edəcəyəm və s. və ilə axır. Və Nigar xanımla biz o vaxt razılaşdıq ki, Nigar xanım, uzun müddətli çalışmırsınız, FA sertifikatınız var, yəni o vaxt F3 idi siz verdiyiniz müddət ərzində. Siz təlimə qatılın, təlimə qatılıb bitirəndən sonra biz sizi sertifikata uyğun olaraq yönləndirəcəyik. En qədər iş təklifinə yönləndirici, əvvəl-axır hansısa necə olaraq uyğun olmuş olacaq. Və bu gedişat üzrə dediyim kimi sertifikat təqdim etmə mərasimi olmadan bir neçə vakansiya üzrə yönləndirmişik, geri dönümdə əldə etmişik. Olacaq inşallah. Dediyim kimi bu proses elədir ki, normaldır. Bu proses necədir? Bir neçə intervyuda gərək olasınız, ondan sonra hansındansa bir geri dönüm olmuş olacaq. Amma bu sizin zəhmətinizin nəticəsidir. Zəhmətiniz nə ilə tamamlanır? Baxın, yadınızdadırsa Nigar xanım təlim zamanı bu mövzunu mən tam olaraq araşdırdım. Bu mövzu belə deyil deyə belədir yanaşırdı. Yadınızdadır və müzakirələr açılırdı falan. İnkişaf belə olmalıdır. Hər nə mövzudursa research etməlisən, araşdırmalısan, mövzu üzərindən məlumat toplamaq üçün həmişə nə etməlisən, öz üzərində çalışmalısan. Təbrik edirəm sizi Nigar xanım. Çox yaxşı bir və gözəl bir nailiyyətdir, nəticədir. İnşallah biz düzdür öhdəliyimiz deyil də, amma sözünüzü tutmuş olaq, sizdən bir necə feedback almış olacaq. Sözünüz var idi sizin. Məmnuniyyətdir. Təşəkkürlər. Növbəti sertifikatlarımız Aydən xanım Səməd. Aytən xanım, təbrik edirəm. Xeyirli olsun, uğurlu olsun. Hər şey üçün İş yolunuz, karyeranız, həyat yolunuz həmişə açıq olsun. çox sağ olun. Muhtaram. Hal-hazırda mühasibə olaraq çalışıram. Möhtəşəmsiniz. Qaldığım müəyyən bir müddət oldu. Amma artıq mühasibə olaraq çalışıram. Maşallah, maşallah. Təbriklər Aytən xanım. Rəhman bəy Validli. Gəlin də o. Rəhman bəy, təbrik edirəm. Sağ olun, minnətdaram. Fərid bəy, qızıl siz adi sertifikat nə oldu bə? Mən çox çalışmamışam. Siz təlimlərə vaxtında gəlməmisiniz. Tamam. Baxın, bir yerdə çalışırsınız,
eyni vəzifəni, eyni işi icra edirsiniz. Fərid bəy saat an etibarilə bütün təlimləri vaxtında iştirak edir. Mənim əlavə işlərim də var deyə biraz çatdıra bilmirdim. Heyf, amma təbrik edirəm sizi. Sağ olun. Xeyirli olsun Sağ olun. bir daha. Allah razı olsun. Sağ olun. Alqışlayın. Xəyal bəy Nəsibov. Xəyal bəy təbrik edirəm. Xeyirli olsun mənim əzizim. Bilmirsinizsə Xəyal bəy iş icraatı üzrə maliyyə və mühasibatlıqda deyil, idarə etmədədir. İdarə etmə, idarə edici funksiyasını yerinə yetirir bugünkü gün. Hazır mühasibə qatılmaq səbəblərindən biri daxildə aparılan maliyyə və mühasibatlıq üzrə proseslərə nəzarət və düzgün idarə etmənin daha da gücləndirilməsi. Xəyal bəy, təbrik edirik sizi. Kadr olaraq, yəni test elədik sizi bütün gedişat üzrə. Kadr olaraq həm dözümlülük, həm diqqətçilik, həm işin təşkil olması üzrə çox gözəl bir kadrsınız. Zaten özünüz gəlməmişdən öncə siz barədə bir feedback də gəlmişdi. Xəyal bəy gələcəkdi, yaxşı, necə deyərlər, diqqət ayırın, onun inkişafına öz dəstəyinizi göstərmiş olun. Möhtəşəmsiz. Yenə də görüşəcəyik. Sağ olun. Ülker Rəhimli. Ülker xanım, təbrik edirəm. Ülker xanım bizdə sahibkardır və sahibkarlar üçün ayrıca olaraq yeni təsis edildiyimiz Mind Master proqramına da qatılıb. Orada tam olaraq idarə etmə əsasları və idarə etmə, biznesin idarə etməsi üzrə innovativ həllər nəzərdən keçirilir. Ülker xanım, sahibkar olaraq, işin sahibi olaraq hazır mühasib düşünürəm ki, sizin üçün həm idarə etmədə, həm maliyyə gedişatında faydalı məlumatlar ötürmüş oldu. Bəli. Əsas məqsədim nəzarəti, yəni gücləndirməkdir orada, maliyyə və mühasibatlarda. Əminəm ki, gözünüzdən bundan sonra heç bir şey gəlməyəcək. İnşallah. Təbrik edirəm. Uğurlar arzulayıram. HM 19 iştirakçılarına da uğurlar arzulayıram. Bu işdə əmək keçən hər kəsə siz də başda olmaqla sizə də təşəkkür edirəm. Çox təşəkkür edirəm. Vüsal bəy İsmailov. Vüsal bəy, təbrik edirəm sizi. Minnətdaram. Möhtəşəmsiz. Çox sağ olun. Var olasınız. Əvvəldən axıra qədər tam olaraq mövzunun içində oldunuz. Daha yaxşı sertifikat gözləyirdim sizdən. İnşallah bundan sonrası nailiyyətlər daha da bundan fərqli yaxşı olar. Sertifikatdır, müvəffəqiyyət, amma fərqlənmə də istəyirdik. Yəni. Neçəsi balınız çatmadı fərqlənməyə? Az. Ev yox. Yaxşı olur inşallah. İnşallah. Təbrik edirəm sizi bir daha. Sizə uğurlar arzulayıram. Minnətdaram. Bütün tələbələr yetişdirirsiniz. İnşallah. Bütün yolda yolunuz həmişə açıq olsun. Çox təşəkkür edirəm Məhəmməd. Sağ olun. Var olasın. Süreyya Xanım Sultan. Süreyya xanım, təbrik edirəm sizi. Möhtəşəmsiz. İcazəvinizlə Sultan mənim barəsində bir vurgulamaq istəyirəm ki, bizim tələbələrimizdən. Süreyya xanım Sultan bəyin qızıdır. Sultan bəy də HM onun məzunu olub. Gördüyünüz kimi, yəni o ailə mədəniyyəti bizdə tam olaraq formalaşıb deyə ailəvi olaraq hamı bizə yenidən geri dönməkdir. Təbrik edirəm sizi. Və Rəvan bəy Mitalov. Rəvan bəy, təbrik edirəm sizi. Bəylər, xanımlar, deməli, uşaqlıqdan məndə belə bir adət var idi, bir vərdiş var idi.
Dadlı yemək olanda ən dadlı hissəni sona saxlayırdım. Bilməm, bəlkə sizlər də belə bir gedişatı izləmişsiniz. Misal, yeməyin ən sonunda desert falan gəlir, ən dadlısı yeməyin sonunda olur. Bilməm, təsadüfdən olduğumu nəmi. HM19-un düşüncəmə görə hamımız möhtəşəmsiz, amma ən rəngarəng, ən aktiv iştirakçımız Rəvan bəy sona qaldı. Rəvan mənim, təbrik edirəm sizi, möhtəşəmsiz. Ürəyinizdə nə varsa 3 ay yarım ərzində tam olaraq ifadə edə bilmədiniz. Bilmədinizsə burada buyurun, sizi dinləyirik. Sonuncu sertifikat alan iştirakçımız sizsiniz. Deməli, sizlərə təşəkkürümü bildirirəm, komanda yoldaşlarıma təşəkkürümü bildirirəm. Təkcə bu mənim deyil, hamımızın əziyyətidir, hər birimizin bir-birimizə qatqımız çox oldu. Yəni, inanıram ki, bu bizim sertifikatlar bizi tam ifadə eləməsə də, bundan yaxlarına da layiq hər birimiz. Təşəkkür edirəm hər birimizə, sağ olun. Sağ olun, sağ olun. Mən bir dənə nə istəyəcəm? Mən istəyəcəm ki, hamı sertifikatları ilə birlikdə Brandwall'un qarşısında bir dənə gəlsin, bir dənə xatirə şəkli çəkdirək, sonra bir dənə siz selfie çəkirsiniz. Okey, adətən en uyğun olaraq, tamam. Rahat çəkildən network'ün. Aygüz xanım, gəlin. Hamı sonra rahat çəkildən network'ün gəlin. Bir yansı onunla rahat çəkildən. Yolda biraz uzaqdan gözükək. Hamı uzaqdan gözükək.